Zəbur. 45-ci məzmur. Musiqi rəhbəri üçün. Qorah övladlarının Şoşannim üstə oxunan maskili. Sevgi nəğməsi. Qəlbim yaxşı sözlərlə çağlayır. Qoy şeirlərimi padşahıma söylüyüm. Dilim mahir bir xəttatın qələminə oxşayır. Bəşər övladlarının ən gözəli sənsən. Dodaqlarından lətafətli sözlər tökülür. Çünki Allah səni əbədilik xeyir dualı edib. Ey cəngavər, qılıncını belinə bağla. Əzəmətini, ehtişamını göstər. Həqiqət, itaətkarlıq və salihlik naminə döyüş arabasına qalx. Əzəmətinlə uğur qazan. Qoy sağ əlindən möhtəşəm işlər gəlsin. Nə itidir oxların, padşahın düşmənlərinin köksünə saplanır. Xalqlar ayağının altına yıxılır. Ey Allah, taxtın əbədilik sonsuza dəy qalır. Sənin şahlıq əsan insaf əsasıdır. Salihliyi sevib pisliyə nifrət eləyirsən. Ona görə Allah, sənin Allahın sevinc yağı ilə yoldaşlarından çox səni məhz eləyib. Bütün paltarlarından mirra, əzvay və Çin darçınının ətri gəlir. Fil dişindən olan saraylarından səni şənləndirən simli alətlərin sədası gəlir. Şərəfə çatdırdığın qadınlar arasında şahzadə xanımlar da var. Mələkə olacaq qız sağ qoluna girib, o fir qızıllarına bürünüb. Dinlə, ey qız, diqqət elə, sözümə qulaq as. Öz xalqını, ata evini unut. Sənin gözəlliyin padşahı məftun eləsin. O sənin ağandır, ona itaət elə. Sur xalqı yanına hədiyyələr gətirəcək. Xalqın varlıları səndən lütf istəyəcək. Bu şah qızı sarayına cəhcəlalla gətirilir. Paltarları qızıl tikmələrə bürünmüş. Padşahın yanına əlvan libasda gətirilir. Rəfiqələri sağdışı soldışıdır. Onlar sevinclə, şadlıqla gətirilir. Padşahın sarayına girirlər. Ey padşah, ata-baban kimi oğulların olacaq. Onlara bütün yeryüzünün hakimiyyətini verəcəksən. Adını nəsillərdən nəsillərə çatdıracağam. Xalqlar da sonsuza qədər sənə həmd oxuyacaq.